السلام عليك يا أبا عبد الله، السلام عليك يا ابن رسول الله. اللهم صل على Muhammed ve Ali Muhammed. Güzel günde mescide cem olmuşuz. Hanım Fatıma Zehra hürmetine bayramımızın mübarek olması, isteklerimizin reva olmasından ötürü salavat-ı şerif. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Bu aziz gecelerden, nurani gecelerden hakkı boynumuzda olanları yad eləyək, yaddan çıxartmayaq, ata-anamız, müəllimlərimiz, 3-40 ili çıxmayanlar, bivarislər ya da cümana düşməyənlər, seyidələr, salavata, duaya möhtac olanlar, məxsusən də məscid yoldaşlarımızdan dünyasını dəyişənlər, bunların hamısını yad eləyək, başda Kərbəla şəhidləri olmalı, vətən şəhidlərimizin ruhları haqqında salavat-ı şerif. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. ما كان على النبي من حرج فيما فرض الله له سنة الله في الذين خلوا من قبل وكان أمر الله قدرا مقدورا الذين يبلغون رسالات الله ويخشونه ولا يخشون أحدا إلا الله وكفى بالله حسيبا. ما كان محمد أبا أحد من رجالكم ولكن رسول الله وخاتم النبيين وكان الله بكل شيء عليما. يا أيها الذين آمنوا اذكروا الله ذكرا كثيرا وسبحوه بكرة وأصيلا. هو الذي يصلي عليكم وملائكته ليخرجكم
وكان بالمؤمنين رحيما. يا أيها الذين آمنوا اذكروا الله ذكرا كثيرا وسبحوه بكرة وأصيلا. هو الذي يصلي عليكم وملائكته يصلي عليكم وملائكته ليخرجكم من الظلمات إلى النور وكان بالمؤمنين رحيما. تحيتهم يوم يلقونه سلام وأعد لهم أجرا كريما. تحيتهم يوم يلقونه سلام وأعد لهم أجرا كريما. يا أيها النبي إنا أرسلناك شاهدا ومبشرا ونذيرا وداعيا إلى الله بإذنه وسراجا منيرا. وبشر المؤمنين وبشر المؤمنين وبشر المؤمنين بأن لهم من الله فضلا كبيرا. ولا تطع الكافرين والمنافقين ودع أذاهم وتوكل على الله وكفى بالله وكيلا.
أعوذ بالله من نفسي ومن الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وصلى الله على نبينا وآله الطاهرين ولعنة الله على أعدائهم ومنكر فضائلهم وغاصب حقوقهم أجمعين من الآن إلى لقاء يوم الدين آمين رب العالمين. السلام عليك يا بنت رسول الله. السلام عليك يا بنت ولي الله. السلام عليك يا أم الحسن والحسين يا فاطمة الزهراء ورحمة الله وبركاته. Bu güzel günde, bayram gününde məscidə toplaşan bütün möminləri bu əzəmətli gün münasibətilə təbrik edirəm. Allah bayramımızı mübarək eləsin. Məxsusən də analarımızı, qızlarımızı, bacılarımızı bu dəyərli bayram münasibətilə təbrik edirik. Allah xanım Fatimə Zəhranın hörmətinə bu məclisdə iştirak edib və bu məclisə gələ bilməyən, qəlbi bizimlə döyünən hər kəsin arzusunu xanım Zəhra hörmətinə həyata keçirsin. Allah-u Teala dərdlərimizə dərman eləsin. Məxsusən xəstələrimizə, iltiması dua edən xəstələrimizə Allah Teala xanımın örpəyinə, icabına xatir, dualarına xatir, tezliklə şifa mərhəmət eləsin. Allah bu məclisdə iştirak edən əzizlərimizin, burada xidmət göstərən hər kəsin dünya və axirətini xeyirlə eləsin. Allah-u Teala bizim qədəmlərimizi ki, addım-addım xanımın məclisi səsinə səs verib, bu məclisə gəlmişik, məhəbbətindəndir biz buraya cəm olmuşuq. Pərvərdigar aliman verin o məhəbbətə xatir, o ayaqlara qiyamət günü, ayaqlar titrəyən zaman, sürüşən zaman bu ayaqları qiyamət günü sabit qədəm eləsin. Allah Teala onun balası, yer üzünün xilaskarı olan ağamız İmam Zamanı zuhurunu təcil eləsin və xanım Fatimə Zəhranın və Əhl-i Beytin intizarında olduğu ədalət onun gəlişi ilə yer üzündə bərqərar olsun. Dualarımızın, istəklərimizin, qəlbdə olan gizlin hacətlərimizin qəbul etməsinin ötürü salavat işlədik. Gözəl gecədir, bərəkətli gecədir. Əsrlər öncə bu gecə Peyğəmbər Əkrəmə tövsiyə olundu ki, artıq vaxt gəlib çatıb, ibadətini tamamla və evə qayıt. Həzrəti Zəhra Salamullahi Aleyhanın dünyaya gəlişi tam fərqlidir. 11 imamın anası dünyaya gəlməlidir. Həzrəti Əli Aleyhisselamın sirdaşı, həyat yoldaşı. Onunla çiyin-çiyinə mübarizə apara biləcək bir İsmətli xanım dünyaya gəlməlidir. Onun bünövrəsi qurulmalıdır. Peyğəmbər Əkrəmə əmr olunur ki, çəkil dağlara və hətta Xədicədən ayrı qal. Həzrəti Xədicədən kənarda qal. 40 gün belə ibadət edir Nur dağında. Həzrət Xədicə narahatdır. Peyğəmbər xəbər göndərdi ki, narahat olma. Bu, Allahın istəyidir. Və çox keçməz, inşallah məni görərsən. 40 günün tamamında Peyğəmbər Əkrəm iftar edir, gündüzlər orucdur. İftar eləmək istəyəndə Həzrəti Cəbrail vəhiy mələyi nazil oldu Peyğəmbər Əkrəmə dedi ki, daha bu gecə iftarı öz həyat yoldaşında keçirdəcəksən. Və sən iftarı cənnət neməti ilə açacaqsan. Xanım Fatimə Zəhranın mübarək adlarından biri də budur. Tufahatul cənnə. Cənnətin
meyvəsi. Cənnət meyvəsidir onun. Bünövrəsi cənnət meyvəsindəndir. Dünyanın qidalarından onun nütvəsi qurulmuyor, bünövrəsi qurulmuyor. O cənnətin nemətinin, bərəkətinin nəticəsində vücuda gəlib, xanım Xədicənin mübarək rəhmində yerləşib. Peyğəmbər Əkrəm qayıdır evə. Qayıdır və xanım Xədicə salamullah aleyha deyir, həmin gecə mən Zəhranı bətnimdə hiss elədim. Tamam fərqli bir şeydir. Və Allah mütəal xanım Xədicəyə Fatimə-i Zəhranı munis eləyib. Mən istəyirəm bugün xanım Fatimə-i Zəhranın valideynlərindən danışım. Birini ki, heç tərif eləməyə dilim gəlməz, mən nə karəyəm. Onun atası barəsində danışam. Bir şəxsdir ki, onun atası Allah Teala Qələm surəsində buyurur ki, İnnəkə lə'alə xuluqən azim. Peyğəmbəri Allah elə bir tərif deyib ki, demək, dahilər belə bu cümlənin qabağında mat məhdəl qalırlar. Peyğəmbərin ayəsində nazil olan bu ayənin müqabilində heyran qalırlar. Sən həqiqətən böyük əxlaq nümunəsisən. Allah Qur'an-ı Kərimdə də özündən danışanda azim söz işlədir. Qur'anda qutaranda görsünüz, Sədəqallahul aliyyul azim. Əzəmətli olan Allah doğru dedi. Bu Qur'an-ı Kərimdə olan bütün ayələri əzəmətli olan Allah göndərir. Əzimdir, əzəmətlidir. Allahın əzəməti necə başa düşür? Bizim ağlımız onu dərk eləyə bilməz. Nişanələrini görürük, tanıyırıq. Nişanələrini görürük. İndi göndərdiyi Peyğəmbərdə bütün ataların, bütün yaranmışların ən üstünüdür. Fatimə Zəhra salamullah aleyha üçün elə bu tərif bəlkə yetər ki, desin ki, mənim atam bütün ataların ən üstünüdür. Ən üstünü atanı Allah'ına bəxş ediyor. Peyğəmbərin əzəmətindən biz danışa bilmərik. Biz dərk edə bilmərik. Daha doğrusu, hədislərdə Quran-ı Kərimdə müəyyən nöqtələr var. Onları bizə danışırlar, biz də söyləyirik. Amma Peyğəmbərin əzəməti nə dərəcədədir? Nə qədər ki, mən Allahın əzəmətini dərk edə bilmirəm, Peyğəmbərin də əzəmətini dərk etmək mümkündür. Sən böyük əzəmətdə əxlaqın sahibisən. Quran-ı Kərimdə Allah Teala danışanda deyir ki, xuluqən azim. Demir, xuluqən kəbir. Böyük əxlaq sahibisən. Deyir, əzəmətli əxlaq sahibisən. Bunu biz dərk edə bilməliyik. Amma biz bunu bilirik ki, Peyğəmbər Əkrəm yaranmışlar içərisində ən həlim, ən mərhəmətli, düşmənlərə qarşı, dinin düşmənlərinə qarşı, o və ona iman gətirənlər amansız, amma, yəni şiddətli mübarizə aparandılar, amma Allahın mehriban bəndələrinə, bağışlayan bəndələrinə qarşı, iman əhlinə qarşı Peyğəmbər Əkrəm çox mehribandır. İndi sözüm bundan ibarətdir. Fatimə-i Zəhra salamullah aleyha belə bir şəxsiyyətin qızıdır. Yəni buna bu şərəf nəsib olub ki, Həzrəti Resul-i Əkrəm atası olsun. Fatimə-i Zəhranın atası barəsində bu günlər danışmaq niyyətim yoxdur. Onun üçün illərdir danışılır, dənizdən bir damcı söylənilir. Əgər ona damcı demək olarsa. Bu günlər mən istəyirəm anası barəsində danışım, xanım Xədicə barəsində. Ümumiyyətlə, bütün elm əhli, bütün ziyalılar, belə desək, insan anatomiyası ilə
maraqlananlar, məşğul olanlar, psixologiya elmi ilə yaxından məşğul olan insanlar bilirlər ki, qız uşağı məxsusən də anaya bağlı olur və anadan irsən, genlə o əxlaq, bəzi deməzdim, çoxlu ananın canında olan, belə desək, xüsusiyyətləri özündə daşıyır. O xüsusiyyət yaxşı xüsusiyyətlər də ola bilər, pis xüsusiyyətlər də ola bilər. Yəni, örnək onun üçün ana olur. Ata evdən gedir, biz də uşaqlığımızı anamızla keçirmişik, atamız gedir, iştalayacaq. Amma səhərdən axşama da anamızın yanında olmuş, anamızı görmüşük. Xanım Xədicə barəsində istəyirəm danışam. Xanım Xədicə barəsində bəzi şübhələr ki, atıblar bizim dinimizin düşmənləri, Fatimə Zəhranı dəyərdən salmaq üçün məhz Xanım Xədicəni dəyərdən salmaq istəyiblər. O şübhələrin də cavabları var. Çalışacağım ki, qısa surətdə toxunam ki, əsas mövzumuz Fatimə Zəhranın şəxsiyyəti olsun. Fatimə Zəhranın anası Xədicə xanım Xuveylidin qızıdır. Xanım Xədicə elə cavanlar vaxtından, az yaşından, ismət və həyası ilə, ədəbi ilə, dərrakəsi ilə, gözəl daxili istedadlı ilə bütün qızlardan seçilib. İndi deyəcəksiniz ki, Xanım Xədicə görəsən Peyğəmbərin vaxtında Xanım Xədicə tanınmış bir qadın oldu. Xeyr, Xanım Xədicənin şöhrəti bütün Məkkəyə yayılmışdı. Nəyə görə? Niyə bu qadın başqa qadınlardan seçilir? Deyəcəksiniz ki, varı dövləti var idi ona görə. Bəli, inkar eləmirəm. Var dövlətin də insanın məşhurlaşmasında təsiri var. Amma onun imkanlı və yüksək qazanc əldə etməsinin əsas səbəbi onun ticarətində ədalətli və insaflı olmasıdır. Xanım Xədicə ilə əvvəlcədən düzgünlüyü və mərdliyi dillər əzbər olur. Yəni, onu ilə ticarət edənlər, alver edənlərin heç biri ondan narazılıq eləməyib. Özü hiləgərliyi eləməyib, işdə də hiləgərliyi və yalanı sevməyib. Çalışır həyatında insanlara xidmət eləsin. Və Xanım Xədicənin həyatında əsas önəmli məsələ var dövlət deyil. Dünyanın cahı-cəlalı Xanım Xədicə üçün dəyər hesab olunmurdu. Təəssüf olsun ki, bu gün dünyanın əksər yerində cəmiyyətin imkanlı insanlara və kasıb təbəqəyə baxışları fərqlidir. Görmüşsünüz də, imkanlı adam restorana girdi, deyilən, salam müəllim, xoş gəlmişsiniz. Sadə paltarda bir nəfər, lap belə sadə bir maşından və yaxud piyadı gəlib, adi bir misal verində, maşın salonuna daxil olsa, onunla o cür danışmırlar, onun o cürünə qarşılamırlar. Xanım Xədicə üçün heç var dövlət insan dəyəri hesab olunmayıb. O insanın əxlaq və ədəbinə görə ona qiymət verir. Xanım Xədicəyə çoxlu insanlar elçi düşürlər. Kimin imkanlı qadınla evlənmək istəməz ki? Təbii ki, imkanlının üstünə çox adam gələr. Bizim bir misal vardır. Balon üstünə arı yığışar, milçək yığışar, şirənin üstünə gələrlər. İmkanlı adamın qapısına elçiliyə gələrlər. Hər kəs istəyər ki, hörmətli, imkanlı, nüfuzlu, əhatə dairəsi geniş olan bir insanla qohum olsun. Xanım Xədicə əgər elə bir məsələyə fikir versəydi, Peyğəmbərlə yox, başqa bir adamla evlənərdi. Başqa bir adamla evlənərdi. Peyğəmbər Əkrəmin baxaq. Peyğəmbər az yaşında ikən
Ümumiyyətlə, körpə ikən anasını itirib. Aminə xanımı itirib. Peyğəmbər atasını görmədən, hələ ana bətində olarkən Abdullahı itirib. Yetim doğulub. Yetim yaşayıb. Az yaşında yetim olub. Həm babadan yetim olub, həm anadan, həm atadan. Yəni 9 yaşında ən yaxınlarının heç biri olmayıb. Həzrəti Əbu Talibə həvalə olundu. Əbdülmüttəlib Peyğəmbərin babası deyib ki, sən yaxşı baxarsan mənim balamın yadigarına. Və bütün himayəsini Əbu Talib ağa, Həzrəti Əleyhisselamın atası ondan əsirgəməyib. Əbu Talib bilirsiniz, məşhur ləqəbidir onun. Onun əsl adı İmrandır. Əli Əleyhisselamın atasının adı İmrandır. Amma ən çox, üçün ərəblərin adəti budur ki, atanı övladın adı ilə çağırırlar. Ona görə Əbu Talib, ən məşhur ləqəbidir Əbu Talib, Talibin atası. Bizdə əksinə həmişə deyirlər filan kəsin oldu. Amma ərəblərdə əksinədir. Övladla. Necə ki, Əli Əleyhisselam'a deyirdilər ki, Əbəl Həsən müraciət edirlər. Ya İmam Həsən ağa edirlər, Əba Muhammed deyirdilər. Bu kimi çoxlu ona künyə deyirlər. Həzrət Əbu Talib ağanın yanında böyüyüb. Yetim olub. Lakin xanım Xədicə nə tapdı ki, Peyğəmbərdə, məhz Peyğəmbərlə evlənmək istədi. Nə var idi Peyğəmbərdə ki, onun diqqətini cəlb elədi? Məkkənin çox imkanlı adamlar var idi. Hətta Əbu Cəhl onunla evlənmək istəyib. Əbu Süfyan ondan elçilik göndərib. Və digər Məkkənin müşrikləri, sərvətliləri, hörmətli insanları heç birinə müsbət cavab verməyib. Orada məxsusən, bu yerdə mən məxsusən 2 nöqtəyə toxunmaq istəyirəm. Birinci bu, uzun müddət bizim elə cəmiyyətin içərisində, hətta o məsələni araşdırmayan din xadimlərimizin belə çoxsu deyirlər ki, xanım Xədicə dul qadın olur. 2 dəfə ərə gedib, 2 dəfə ərə gedib, əri cavan dünyasını dəyişib, sonra xanım Xədicə Peyğəmbərlə ailə həyatı qurur. Bu, mötəbər hədislərə görə ziddir. Mötəbər hədislərdə xanım Xədicə Peyğəmbərə qədər heç kəsdən ailə qurmayıb. Və ola bilməzdir belə bir xanım Fatimənin anası olsun. Bunu ağıl da, məntiq də qəbul eləmir. Vicdan da qəbul eləmir, məntiq də qəbul eləmir. Çünki Zəhranın anası ən ismətli xanım olmalıdır. Ətəyi pak bir xanım olmalıdır. Ola bilməz, mümkündür. Bu bir. Yayıblar aləmə ki, bəli. Özü təəssüf olsun ki, Əhl-i Sünnət qaynaqlarında gələn bu hədisdir, sənədi də zəifdir. Çünki Peyğəmbərin bu həyat yoldaşı öncədən həyat yoldaşlarını itirib, sonradan Peyğəmbərlə ailə qurub. Bu köklü yanlış bir məsələdir. Qabacadan deyirəm, yanlış məsələdir. Xanım Xədicə Peyğəmbərlə evlənənə qədər heç kəsin həyat yoldaşı olmayıb. Xanım qız olub Peyğəmbərlə ailə qurub. Bu bir. İkinci şübhə nədir? İkinci şübhə bundan ibarət edirlər. Xədicə xanım Peyğəmbərimizdən 15 yaş böyük olub. Peyğəmbərdən 15, Peyğəmbər yəni özündən xeyli yaşda, yəni çox yaşlı bir qadınla, yəni Peyğəmbər 25 yaşı var idi və xanım Xədicənin 40 yaşı var idi. Özü bilirsiniz, maraqlı bilirsiniz nədir? Bunlar hamısı söhbət gedir Fatimənin anasında, başqa qadınlarda o söhbət getmir. Məhz xanım Fatimənin anası xanım Xədicənin üstündə olub. Bir də sizə bunu ilə demək istəyirlər ki, bu göndərilən Peyğəmbər, sizin Peyğəmbər dediyiniz insan dul qadınlara göz dikir.
cavanlarla evlənməyib. Nə bilim, Peyğəmbərin əxlaqına ləkə yaxmaqdan ötürü bu addımları atırlar. Bunlar tamamilə yanlış fikirlərdir. Mən də bu Ələkbər kimi az yaşlı olanda belə eşitmişdim ki, xanım Xədicə Peyğəmbər Əkrəmdən 15 yaş böyüdü. Xeyr, bunlar hamısı zəif və etibarsız hədislərdir. Aleykümselam və rəhmətullah. Peyğəmbərlə xanım Xədicənin arasında öz oxuduğumu deyirəm, mənbələrdə 2 yaş fərq var cəmi. Cəmi 2 yaş fərq var. Yəni 25 Peyğəmbər Əkrəmin, 27 yaş xanım Xədicənin. Ən çox olsun aralarında 5 yaş fərq. Bu cür ola bilər. Sözü bundan ibarətdir ki, və yaxşı xanım Xədicə bütün imkanları yoxcağı deyil, Peyğəmbəri istəyir özünə həyat yoldaşı seçsin. Həyat yoldaşı seçmək, həyat yoldaşı. Yəni, mənim ömrümün sonuna qədər, mənim şad və çətin günümdə, mənimlə eyni düşüncədə, eyni təfəkkürdə, əxlaqlı, imanlı, mərd bir insanla ailə quracağamsa, mən gələk həyat yoldaşını seçməliyim. Xanım Xədicə cahiliyyət ərəbləri içərisində məhz Peyğəmbərin əxlaqına diqqət öyrətdi. Allahümmə Həzrət Rəsul-i Əkrəmin ən gözəl xüsusiyyəti ki, Məkkə cəmaatının dilində əzbər idi, əmin sözü. Əmin ləqəbi ilə tanınması. Əmin. Bizə bilərək, əmin olun, məsələ belədir. Yəni, xatircəm olun, qəlbiniz rahat olsun. Ona görə bizə əmin söz işlədiydi. Peyğəmbər Əkrəm öz adına layiq bir şəxsiyyət idi. Kaş övladlarımız və özümüz də belə daşıdığımız adın dəyər və qiyməti üçün çalışa bilək. O adı doğrulda bilək. Peyğəmbər Əkrəm tam mənadır, sədaqət və düzgünlük nümunəsi idi. İnsan haçan əmanətə xəyanət edir. Əmanətə xəyanət etməyinin səbəbi dünyaya olan məhəbbətidir və qorxaqlığıdır. Əsas 2 dənə şeydən qaynaqlanır. İnsan ki, qorxanda yalan danışır. Ya məhəbbəti dünyaya çox olduqda bir şeyi tez bir zamanda ələ keçirməkdən ötürü, özünü küləşdirməkdən ötürü çalışır, yalan danışsın. Peyğəmbər Əkrəm bu 2 xüsusiyyətdən uzaqdır. Peyğəmbər daima doğru danışır. Ölsə də belə dilindən yalan çıxmadı. Peyğəmbərin ölsə də belə həyatında bir dəfə olmuş ki, Peyğəmbər yalan danışsın. Heç var. Ona görə bizə deyirlər ki, ziyanıva da olsa doğru danış. Ziyanıva da olsa doğru danış. Əl-haqqu murrun və ləv kânə hulun. Həqiqət acıdır, halva olsa da belə. Şirin olsa da belə. Peyğəmbər haqqı müdafiə elədi, haqq danışdı və ona görə bütün Məkkə cəmaatının rəğbət və məhəbbətini əldə edib. Peyğəmbər Əkrəmin doğruluğu, dürüstlüyü, əmanətə sədaqəti Həzrət Xədicənin diqqətini cəlb elədi. Yaxşı. Mən Həzrət Xədicənin var dövləti barəsində yazıblar ki, onun köməkçilərinin, belə deyək də, onun yaxın köməkçi, nökərlərinin minlərlə dəvəsi olur. Ərəblərdə bir adamın 100 dənə dəvəsi olsa, ona deyirlər dövlətdir. Yəni, indikinin ən bahalı maşını o zaman qırmızı tüklü dəvə idi. Minlərlə dəvəsi olur Həzrəti Xədicənin və ən böyük ticarətini Məkkədən Şama ticarət üçün gedirmiş, belə desək, özü yox, yəni onun işçiləri gedirmiş, ticarət edib gəlirmişlər. Həzrət Xədicə eşidir ki, bu şəxsiyyət var. Əbu Talibin yadigarı var,
qardaşı oğlu var. Belə bir insan nümunəvi və tərif olunası bir insandır. Dedi, Peyğəmbəri özü təklif elədi ki, istəyirəm, Əbu Talibiyəm təbii ki, Əbu Talib, əgər icazə versəydin, sənin qardaşın oğlu da razı olsaydı, istəyirdim ki, o mənim ticarətə köməkçim olsun, işlərimi o aparsın, ticarət işimi o aparsın. Eşitmişəm düzgüdür, əli, dili, əməli düzgündür. Həzrət Rəsulullah işləmdə Xədicən bu təklifini qəbul elədi. Peyğəmbər Əkrəm Şama ilk səfərindən dönəndə Həzrət Xədicə baxdı ki, illərlə mən ticarətlə məşğulam, amma onun gətirdiyi qazanc və bərəkət heç bir illə müqayisə olunmur, heç bir ticarətlə müqayisə olunmur. Məsələn, deyək də, gelirmiş onun işçiləri, məsələn, deyək, bizim eldində desək, bizim pulla desək, gedərmişlər ticarətdən 100.000 manat əldə edən, işte Peyğəmbərin bir səfərindən 1 milyon qazanc əldə olunur. Həzrət Xədicənin diqqətini cəlb edir. Belə bir insana hamıya ehtiyacı var. Ticarətdə, məxsusi mühasibatla məşğullar yaxşı bilirlər. Görürsən ki, ortada kimlərsə hələ yeyirlər ya vəzifələrindən sui-istifadə edirlər, görürsən ki, lazımın qazanc gəlib evə çatmır. Peyğəmbər Əkrəm 1 manatına da, 1 qəpiyinə də göz dikmir. Peyğəmbərin bu dürüstlüyü, bir insan ki, pulda, ticarətdə, işdə düzgün olarsa, bu hələ həyatda da düzgün olacaq. Həzrət Xədicə yeganə şəxsdir ki, ilk dəfə evlənməyi özü Peyğəmbərə təklif edir. Peyğəmbər deməyib ki, mənimlə evlənməyə razı olarsan, xeyr, Həzrət Xədicə deyib. Mən istəyirəm ki, sən mənim həyat yoldaşım olasın. Aleykümselam və rəhmətullahi və bərəkət. Salavat zikr. Allahümmə salli ala Muhammed və ali Muhammed. İstəyirəm mənimlə həyatı bir yerdə addımlayaq. Mənə ömürcül yoldaşı olasın. Razısanmı? Peyğəmbər Əkrəm razılıq verir. Axı, o da Xədicənin tərifini eşidir. O da Xədicənin barəsində çoxlu gözəl sözlər eşidir və tanıyıb, razılıq bildirir. Xanım Xədicə salamullahi aleyha mehriyyəsini də özü təyin edib. Özü mehriyyəsini təyin edib, sonra həmin mehriyyəni Peyğəmbərə hədiyyə edib. Balaca bir yığıncaq qurulur Xədicənin evində. Həzrəti Əbu Talib orada xütbə söyləyir. Toyda, xeyir işdə tərif söyləmək, çıxış eləmək qədim adətdir, qalıb. Və bizdə də müstəhəb edirlər ki, kəbin oxunanda xütbə söylənilsin. Əbu Talib orada xütbə söyləyib, təbrik edib onları. Peyğəmbər Əkrəmə baxın, Peyğəmbər Əkrəm istəyir ki, xanım Xədicənin evindən öz evinə getsin. Gedəndə xanım Xədicə deyir ki, Peyğəmbəri çağırır, deyir, bu ev bütün sərvəti ilə sənin əlindədir. Sənin tam ixtiyarına verir. Yəni, bu ev sənin evindir. Başqa evə getməyə ehtiyac yoxdur. Və xanım Xədicənin evində yaşayır. Bütün səlahiyyətləri də verir Peyğəmbərin ixtiyarı. Peyğəmbər Əkrəm ondan necə istifadə etmək üçün xanım Xədicəyə sual verməyib. Bu puldan, bu dövlətdən hara xərcləyim? Xanım Xədicə deyib, məndən soruşma. Hara, nə qədər, necə lazımdır xərclə. Xərclə. Bu xanım Xədicənin Peyğəmbərə olan bağlılığı, sədaqətinə vəfalı olması. Bu bir. Bu ən vacib məsələ, bu bir. İkinci, xanım Xədicə salamullahi aleyha dayısı Nofəldən eşitmişdi ki, hələ Peyğəmbərlə ailə qurmamışdan öncə. Nofəl İncil, Tövratdan məlumatı var idi. Astronomiyadan, nücum elmindən məlumatı var idi. Deyirdi ki, Xədicə üçün demişdi, Xədicə yoxusunu təbir edir, yoxu təbirini bilirdi və deyirdi ki, sən Məkkənin ən əzəmətli,
ən nümunəvi insanı ilə sən ailə quracaqsın. Sənə müjdə olsun, o sən həyat yoldaşı olacaq. Xanım Xədicə də o insanlar içərisində fəqət Peyğəmbər Əkrəm gördü. Başqa heç kəsi ona layiq görmədi. Peyğəmbərlə ailə qurduqdan sonra Xanım Xədicə Peyğəmbəri ilk iman gətirən şəxs. Bunlar çox vacib məsələdir ya. İlk iman gətirən şəxs. Bizə deyərlər, qadınlar içərisində ilk iman gətirən şəxs kimdir? Xanım Xədicə. Kişilər içərisində ən birinci iman gətirən kimdir? Əli ibn Əbi Talib, ağamız İmam Əli əleyhissalamdır. Amma sual verəcək, insanlar içərisində ilk Peyğəmbərə iman gətirən Xədicədir. Çünki ilk Peyğəmbərliyi barəsi məlumatı o Həzrəti Xədicəyə çatdırır. Həzrət Xədicə deyirdi, mən çoxdan gözləyirdim bu xəbəri. Sənin Allah tərəfindən elçi olmağını çoxdan gözləyirdim. Şəhadəti necə verir? Şəhadəti Peyğəmbər onu öyrətdi. Dedi, Allahdan başqa Allah yoxdur və sən də Allahın elçisisən və sənə iman gətirdi. Tarixdə də qeyd olunub ki, Həzrəti Peyğəmbərimizə Peyğəmbərlik verilib həftənin birinci günü, həftənin ikinci günü Əli əleyhissalam iman gətirir. Gecə, yarım gün söhbəti var. Gecə iman gətirib Xanım Xədicə, səhərsi günü Əli əleyhissalam iman gətirib. Xanım Xədicə salamullahi əleyhaya hətta Peyğəmbərin o biri xanımları da həsəd edirlər. Öz sözüm deyil. Səhih Buxarıda Ayşənin dilindən nəql olunur. Deyir ki, Peyğəmbərin həyat yoldaşı Xədicənin yerində çox olmaq istəyərdi. Heyf ki, mənə o qismət olmadı. Peyğəmbər dönə-dönə Həzrət Xədicəni yad eləyərdi, ağlayardı. Ayətdə bir yerdə var ki, deyir ki, ey Allahın elçisi, mən ki cavanam, amma sən görürüm elə hey köhnə illərə qayıdırsan və Xədicəni yad edib ağlayırsan, xoş xatirələrlə yad edirsən, tez-tez onu yad edirsən. Bir xanımda qısqanclıq olurdu ona görə. Peyğəmbər Əkrəm deyirdi ki, hamı məndən üz çevirəndə, hamı məni tək qoyanda, o sona qədər mənə vəfalı oldu və bütün sərvətini mənim ixtiyarımda qoydu. Gör, qadının əzəmətinə var. Belə bir insan gəlib Fatimə-i Zəhraya ana ola. Həyalı, ismətli. Xanım Xədicə barəsində də deyilir. Xanım Xədicə cənnət xanımlarındandır. Xanım Xədicəni Peyğəmbər Əkrəm şəxsən özü dəfn edib, özü namaz qılıb. Xanım Xədicənin barəsində çox söz danışmaq olar. Xulası bu xanım gəlib Fatimə-i Zəhraya ana olur. Fatimə-i Zəhra salamullahi aleyha dünyaya gəlməsinə görə Allah Teala ona bunun haqqında Kevsər surəsini nazil edir. 3 ayədən ibarət, amma xeyli rəmzlərlə, gizli sirlərlə dolu olan bir surədir. Kevsər, xeyri bərəkəti çox olan bir xanım, xeyri bərəkəti tükənməz olan bir xanım Allah Teala Peyğəmbərə əta edir. Xanım Xədicə bu uşağı dünyaya gətirmək zamanında maraqlı işlər olur. Bütün qadınlar, onun əvvəlki rəfiqələri ondan üz döndərib. Biz deyirik axı, sən onunla evlənmə, yetimlə gedib evlənirsən. Varlı dövlətli, yaraşıqlı, imkanlı, çoxlu gənclər vardı, onu qoyub, niyə gedib bir yetim bir uşağını dalayacaq? Ona üst tutdun, onunla ailə qurdun, ona evlilik təklif elədin. Xanım Xədicə sancılar zamanında onları köməyə çağırdı, heç bir gəlmədi. Fatimə-i Zəhranı dünyaya gətirmək zamanında müqəddəs xanımları öz ətrafında gördü.
mələklər, nurani xanımlar o uşağın dünyaya gəlməsində köməklik göstərirlər. Xanım Asiyanı görür, Məryəmi görür, xanım Həvvanı görür. Belə şəxsləri görür Həzrəti Xədicə yanında. Onlar da təskinlik verirlər ki, narahat olma. Allah Teala sənə gözəl bir övlad bəxş edir ki, gələcəkdə onun nəslindən məsum imamlar dünyaya gələcək, pak insanlar dünyaya gələcək. Xanım Fatimə Zəhra salamullahi aleyhanın uşaqlıq çağından danışan, az yaşlıdır. Az yaşlı olmasına baxmayaraq, həm atasından və həm anasından gözəl ədəb öyrədir. Və daimən Peyğəmbərin yanında olur. Peyğəmbəri təhqir eləyəndə, Peyğəmbəri alçaldanda, Peyğəmbərin üstünə çirkab atanda, Peyğəmbəri yaralayanda xanım Fatimə Zəhra gəlib atasına kömək eləyərdi. Onun yarasını bağlayardı. Fatimə Zəhra salamullahi aleyha bundan əlavə gəlir, yəni öz doğma anası ilə uzun müddət yaşamayıb. Yəni gəlin köçərkən belə Əli Əleyhisselamın evinə ana xeyir duası almayıb. Hər bir qız övladı istəyir ki, anası, atası ona xeyir dua versin, yola salsın. Belə şeyləri görmüyor xanım. Öz doğma anası o zamana qalmıyor. Fatimə Zəhra salamullahi aleyha amma Peyğəmbərin evindən Əlinin evinə gedərkən Peyğəmbər bir neçə də yerdə ona sifariş verir. Nəsihət verir ki, bu nəsihət həm kişilərimizdir, həm də burada iştirak edən ana bacılarımız da bu məsələyə diqqətlə yanaşsınlar, yaxşı qulaq assınlar. Evləndirərkən Fatimə Zəhranı Əli Əleyhisselam da dedi ki, Əli, qızımı sənə əmanət verirəm. Bilirsən əmanəti, gəlin yaxşı qoruyasan. Sonra qızına dedi ki, qızım, sənə bir neçə nəsihətim var. Birinci budur ki, həyat yoldaşın, qardaşın, əmi oğlum, Əli ibn Əbi Talibdən çalış elə bir şey istə ki, o onu sənə verə bilsin. Onu utandırma. Belə bir şey istəyərsən ki, Əli birdən onu təşkil etməyə çətinlik çəkər, utanar, nə badə ona xəcalət verəsən. Və qızım, yadında saxla. Öz işini özün görgənəm. Qiyamət günündə mən atam Rəsul-i Əkrəmə də bel bağlamayam. Mən Peyğəmbərin qızıyam deyənə mənə heç kəs heç də eləməyəcək, yox. Qızım, çalış bu dünyada yaxşı işləri özün yerinə yetir. Başqasılarına ümidvar olma, atıva belə ümidvar olma. Quran-ı Kərim də onu deyir də bizə. Birdən ata-anamıza başqalarına ümidvar olasınızsa, onlar sizdən qaçacaqlar. Ata, ana öz balalarından qaçacaq. Hər kəs öz əzizindən qaçacaq. Hər kəs öz hayında olacaq. O zaman üçün azuqə toplamaq lazımdır. Fatimə Zəhra salamullahi aleyha bunu atasından sırğa elədi. Qulağında saxladı. Diqqətlə əməl edirdi. İbadəti fövqəladə idi. Allah tanıması fövqəladə idi. Bəzən sual verirlər ki, bu qədər də namaz qılmaq olar. Olur da bəzən də indi Quraqdan məsələn təzə namazı gələnlər və yaxud namaz qılmayanlar baxırlar deyirlər, bu qədər adam namaz qılar. Məsciddən gelmirlər söhbət. Görsən bir adam evdə namaz qılır, bir adam hansı ki yerdə ibadə zikr edir. Bu qədər deyir, namaz qılmaqlar, o qədər zikr etmiyorlar. Axı bizə nümunə Əhl-i Beytdə axı. Niyə də? Axı biz Allahdan çox təəssüf ki, yan görəmizlə daha çox danışırıq. Bizi yaradana az vaxt ayırırıq. Biraz da vaxt ayıranda öz yaxınlarımızda olan insanlar deyirlər, daha bəs eləyər də. Elədim Fatimə Zəhranın zikrini, bir dənə salavat dedim, 3-4 dənə salavat dedim, bir dənə dua oxudum, bəs eləyər də. Bir saatdır sübh namazından sonra gün çıxana qədər adam ibadət edir. Niyə ibadət eləməsin?
Niyə biz bir xeyr əməldə bir-birimizi soyutmalıyıq? Yaxşı, neynəsin? Oturaq danışaq da, nədən danışaq? Nə danışacağıq biz? Üçüncü kəlməmizin dördüncüsü görəcəksin ki, apardı qeybətə. Heç xəbərin olmadı, getdi nə? Hələ ən yaxşı Allah'a zikr edəydi. Fatıma Zəhra salamullahi aleyha nümunədir. Özü necə bir xanımdır. Özünü unudub, öz bağlarını da unudub. Duada ümməti yad edir. Amma mən əlimi qaldıran deyirəm, Allah mənim başım verir, Allah mənim pul verir, Allah mənim ev verir. Mən ancaq elə özüm. Özümdə ilişim qalmışam. Fatıma Zəhra salamullahi aleyha bizə öyle deyir ki, çıx özündən. Egoizmlikdən çıx. Sən özün üçün yaranmamısan. Allah şahı kişilərimizə rəhmət eləsin. Mən bu iki misradan çox xoşum gəlir. Kim yazır bu şeiri? Kim bu beyt yazır? Afərin ona. Allah bana qəriq rəhmət eləsin. Egoist insanlarla xeyri paylaşan insanları əçində istifadə olunan iki alətə bənzədir. Şeirə baxın. Deyir, olmasan kərki kimi hamı mənim, hamı mənim. Ol günən ərrə kimi, yarı sənin, yarı mənim. Kimindir bilmirəm. Həzrət Sabit isə Allah ona rəhmət eləsin. Qəriq rəhmət eləsin Mirzə Bəkir. Amma nədirsə çox gözəl cümlədir. Əvvəl bilirsiniz, mişarın böyük formasına deyirlər. 2 nəfər tutar o tərəfdən, biri çəkər, biri belə. Belə odunu bir yerdə doğrayarlar. Amma kərkidə ikinci adıma ehtiyac olmur. Və bir şeylə vuranda çəkirsən özünə tərəf. Yəni özünü fikirləşmə, kərki kimi hər şey özünə çəkmə. Olma sən kərki kimi, hamı mənim, hamı mənim. Ol günən ərrə kimi, yarı sənin, yarı mənim. Fatıma Zəhra salamullahi aleyha, yarı sənin, yarı mənim, yox. Özünə və ailəsini belə dinin yolunda, ümmət yolunda fəda edən bir şəxsiyyətdir. İmam Həsən əleyhissalatu vesselam baxır anasının dualarına, ibadətinə, görür, hey, qohumları, qonşuları, Mədinə əhlini, Məkkə əhlini, İslam ümmətini dua edir. Ana bəs biz, deyir, oğlum, əvvəl qonşu sonra ev, hələ bizə çatmayın. Budur Fatıma. Fatıma Zəhra salamullahi aleyha, onun ibadətdə, mehrabda, nuruna Mədinə əhli valəh olub. Aleykümselam. Heyf bu Mədinə əhlindən ki, Peyğəmbərin qızını, Peyğəmbərin vəfatından sonra sahib çıxa bilmədilər. Aleykümselam. Peyğəmbərin huzuruna gəldi Mədinə əhli. Ya Resulallah, sübh namazı vaxtı Mədinənin səmasını belə bir nur əhatə edir. Elə bir ki, sanki gün çıxacaq. O cürlə nur. O nur, o parlaqlığı bizi valih edir. Ya Resulallah, bunun sırrı nədir? Deyir ki, istəyirsiniz biləsiniz, gedin Əlinin evinə. Qapını döyürlər. Ya Əli, Peyğəmbər bizi göndərdi. Bu sualımıza cavab axtarırıq. Dedi, siz o cavabı biləsiniz. Gəlin içəri. Görürlər Fatıma Zəhra salamullahi aleyha mehrabda ibadət edir. Nur evdən göylərə qalxır. O evdən. O Zəhranın nurudur ki, göyləri nura qərq edir. Bürüyüb asmanı. Onun işarları hər tərəfi bürüyüb. Budur Fatıma. Fatıma Zəhra salamullahi aleyha barəsində çox danışmaq olar. Bir dənə mübarək kəlamını burada istəyirəm nəzərinizə çatdırım. Ey zənbətu əz Fatıma inqune xətab است. Ərzəndə tərin zinət zən hifz hicab است. Fatıma Zəhra salamullahi aleyha bu sualın cavabını verir. Peyğəmbər sual verdi ki, insan üçün
Mömin üçün ən zinətli şey nədir? Hərə bir söz dedi. Məsciddə hərə bir söz dedi. Xanım Fatimə Zəhra salamullahi aleyha buyurdu ki, ata ya Resulallah, mömin üçün ən qiymətli zinət, ən qiymətli bəzək bundan ibarətdir ki, nə o naməhrəmi görə, nə naməhrəm onu görə. Nə o naməhrəmi görə, nə naməhrəm onu görə. Budur Fatimə Zəhranın qadınlara tövsiyəsi, möminlərə tövsiyəsi. Görürsən kişilərimiz, buradakılardan görürsən namaz qılan kişilər, qadınlarla demək, gülmək, zarafat etmək. Hələ deyəndə deyir, mənim bacımda istədiyim kimi zarafat edə bilərəm. Hər şeyin həddi var. Biz dostuq, oğlanla qızın dostluğu alınmaz. Bilirsən niyə? Ya oğlan qızla dostluq elədiyinlə qızın xüsusiyyətlərini götürəcək, qız da oğlan xüsusiyyətlərini götürəcək. Olmaz. Qıza xas olan xüsusiyyət, qız üçün gözəllik, oğlana xas olan xüsusiyyətlər, mərdlik, sonra səbir, ondan sonra deyək də gözəl üsuldur, yəni təmkinlik, vüqar kişidə daha gözəldir. Hər şeyin öz yeri var. Bunlar qarışanda beşmətə olur. Oğlanla qızın dostluq olmaz, kişi ilə qadın dostluq eləməz. Bacı deyə bilərsən, amma dostluq olmaz, dostluq hər şeydir. Fatimə Zəhra salamullahi aleyhanın kişi dostu olmayıb. Düzün filan kəs mənim dostumdur, demir. Yoxdur, belə hədislərdə görmüşəm. Fatimə Zəhra salamullahi elə şəxsdir ki, Peyğəmbərin evinə kör bir nəfər gələndə də onun qabağına çıxmır. Peyğəmbər əşəm deyir ki, niyə? Qızım niyə gəlmədin? O ki gözü görmürdü, onun gözü görmürdü. Mənim ki gözüm görürdü, atacaq. Ona görə şair nə gözəl yazır? Nabinalər dəxi naməhrəm idi ol pakə. 7 yer, 7 göyün İsmət-i Zəhradaymış. Budur Fatimə. Budur Fatimə. Xanımı necə sevməyəsən? Və Allah onun bu əxlaq, bu əzəmətinə görə qiyamət günü, şəri cəhətdən qiyamət günü bizim üçün əməl deyilən bir şey yoxdur. Desinlər, namaz qıl, oruç tut. Belə bir şeylər yoxdur. Bir dənə orada əmr olacaq. O da xanım Fatiməyə məxsusdur. Yəni, xanım Fatimə Zəhra məhşərə gələndə deyəcəklər ki, başımızı aşağı salın, bütün Peyğəmbər, hər kəsə ya, ki, Peyğəmbərin qızı daxil olur məhşərə, qiyamət günü gəlir. Onlar ki, Fatimə Zəhranın məhrəmi sayılırlar, oğlu sayılırlar, kürəkəni sayılırlar, onlara icazə olacaq ki, xanımın cəmalına baxsınlar. Ona görə elə bilməyin, ha, o xanımlara deyirəm, əzimli, bayram günü, elə bilməyin, ha, sizin qapınızı içinə həmişə gözəlliyinizə görə döyürlər. Seyid qızı olduğunuza görə də döyürlər, onu da bilin. Fatimə Zəhrayı kürəkən olmaq üçün gəlib qapılarınızı döyürlər. Seyid qızlara da ya sözüm mən. Ona görə gəlib döyürlər ki, sizin qapınızı ki, Seyid qızı ilə alırlar, Seyidlərlə qohum olurlar ki, xanım Zəhranın kürəkəni olsun da xanımı görmək şərəfi onlara nail olsun. Amma başqalar, naməhrəmlərin heç birinə icazə verib deyəcəklər, başınızı salın. Xanımlar sərvəri gəlir. Allah'ın verən xanım Fatimə Zəhranın ismətinə, həyasına, ədəbinə, əxlaqına, paklığına, İlahi sənə and verirəm Fatimə Zəhranın dualarına, xanım Fatimə Zəhranın o balalarına göstərdiyi diqqətinə, məhəbbətinə, onun gülüşünə, onun göz yaşlarına, İlahi Pərvərdigarı bu məclisi bizdən ali dərəcədə qəbul edir. İlahi Pərvərdigarı bayramımızı mübarək edir. İlahi xanımın hörmətinə and verirəm, onun örpəyinin hörmətinə and verirəm. Ana bacılarımızın qəlbində icabə məhəbbəti artıq edir. İlahi naməhrəmdən, yad ünsürlərdən xanımlarımızı məxsusən hifz edəcəklər. İlahi o cəmiyyətimizdə günaha, çirkinliyə təbliğ edənləri hidayət olmayacaqlarsa şərrini bizdən uzaq edin. İlahi Pərvərdigarı İslam ümmətini xanım Fatimənin məhəbbətində cəm elə. İlahi Pərvərdigarı bu mehribançılığı, bu birliyi bizə çox görmür. İlahi Pərvərdigarı bu məclisin savabından ölənlərimizin
dünyasını değişən müminin müminata hədiyyə elə. İlahi, Pərverdigar, olan ruhlarını bizim üçün duacı qərar ver. Pərverdigar, bizi validin bu dünyadan aparma. İlahi, Pərverdigar, tövbəsiz, imansız, namazsız bizi bu dünyadan aparma. Pərverdigar, gələn günlərimizi xeyirli elə. İlahi, Pərverdigar, xanım Fatimə Zəhranın hürmətinə and verirəm. Onun dualarına xatir balasının zuhurunu təcil elə. Bihaqqi Muhammedin və alihi və bil-Fatihəti ma'as salavat.